Bugünkü xəstəmiz müraciət etmişdi bizə boynun nahiyəsinin sağ tərəfində olan törəmə ilə bağlı. Hal-hazırda xəstəmizə biz dermatoskopiya aparacağıq. Dermatoskopiya nəticəsində törəmənin papillomatuz nevis olduğunu aşkar etdik. Bu olan halda və estetik olaraq xanımın özünə narahatçılıq verdiyi üçün biz bu halın götürülməsi rəyi veririk. Götürülmə üsulları müxtəlif olur. Cərrahiyyə üsulu olur, krioterapiya və lazer üsulları olur. Biz bu halda lazer terapiyasını tövsiyə etdik və mövcud olan CO2 lazer cihazı vasitəsilə biz işimizi başlayacağıq. Bu üsulla törəmələrin götürülməsinin çox böyük üstünlükləri var. Birincisi gördüyünüz kimi yandırma tamamilə qansız keçir, tamamilə ağrısız, xəstə üçün heç bir əziyyət vermədən. Ondan başqa reabilitasiya dövrü də çox kiçik olur. Bir həftə ərzində əslində yara bağlanır və nəticə etibarilə heç bir çapığın qalmasını biz görmürük.